yəni müharibənin başlamasının əsas səbəbi Versal Vaşinqton sistemindən bəzi dövlətlərin narazı qalması idi. Yəni o dövrdə olan ziddiyyətlər idi və dünya nüfuz dairələri xammal, satış bazarlarında yenidən bölüşdürmək istəmələri idi. Sonra Böyük Britaniya, Fransa, ABŞ xammal və satış bazarlarında nüfuz dairələrini qoruyub saxlamaq istəyi. Almaniya, Yaponiya və Sovetlərin sistemində sərt və ağır ədalətsiz şərtlərlə cəzalandırılması və sair bunlar idi. Məsələn, SSR-nin Şərqi Avropa, Qaradəniz boğazlarına, Cənubi Asiya nüfuz dairəsini genişləndirməyə çalışması və sair bunlar idi. Və 2-ci Dünya müharibəsi başladı Polşanın işğalı ilə 1939-cu ildə. Sentyabrın 1-də Almaniya Polşaya hücumu ilə 2-ci Dünya müharibəsi başladı. Bu zaman 1939-cu ildə sentyabrın 28-də Almaniyanın SSR arasında imzalanan paktə əsasən, dostluq paktına əsasən Polşa onların arasında bölüşdürüldü. Yəni birinci Polşanın bölüşdürülməsi rəsmiləşdirildi və Şərqi Avropada Almaniya və SSR arasında nüfuz dairələri bölündü. Və sonra qərb müharibələri başlayır burada. Qərb müharibələri zamanı Almaniya-Polşa hücum dairəsi dərhal İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Birinci Dünya müharibəsində olduğu kimi. 1939-cu ilin sentyabrında 1940-cı ilin mayın əvvəlinə kimi Almanlara qarşı fəal hərbi əməliyyatlar apardılar və bu qərb müharibəsi adlandırılır. Sonra qış müharibəsi 1939-cu ilin noyabrından 1940-cı ilin mayına qədər davam elədi və burada da qış deməli qış müharibəsi 1939-cu ilin noyabrından 1940-cı ilin martına qədər davam edir. Burada da Sovet qoşunları Finlandiyaya hücum etsə də Finlandiyanın müstəqilliyini qoruması, Polşanın şərqini işğal eləməsi, Finlandiyanın hücumu və bu kimi təcavüzlər görə 1939-cu ildə deməli SSR Rusiya millətlərarası cəmiyyətdən çıxardılır. Sonra 2-ci Dünya müharibəsinin əsas hərbi əməliyyatları Avropa, Asiya, Afrika, Atlantik, Sakit okeanlarında aparılır. 1940-cı ilin yazında Almaniya Danimarkada və Norveçi işğal etməklə şimaldan öz təhlükəsizliyini təmin edir və mayda isə Hollandiya və Belçikanı işğal edir. Xəritədə göstərirəm. Deməli, Almanlar neçənci illərdə həmin ərazilərdə yenidən xəritədə göstərirəm. Almaniya işğal etdiyi əraziləri yenidən deyə. Mən 1940-cı ildə Almaniya Danimarkanın Norveçi işğal etməklə şimalda öz təhlükəsizliyini təmin edir. Almaniyanın şimal hissəsidir, bəli. Sonra isə Hollandiya işğal edir. Belçika, Hollandiya, bəli. Sonra Fransanın təslim olması gəlir. Deməli, müharibədən əvvəl Fransa Almaniya ilə bütün sərhəd boyunca məşhur Maginot müdafiə xəttini yaratmışdı və 1940-cı ilin mayın sonlarında Alman qoşunları Fransanı hücum edərək Maginot müdafiə xəttinə yararaq Parisə daxil olurlar və faşistlər, deməli fransız faşistləri Marşal Petenin başçılığı ilə Vichy hökuməti yaradırlar və 1940-cı il iyunun 22-sində Marşal Petenin təslim haqqında Almaniya ilə imzaladığı sazişə əsasən Fransanın şimalı Almaniyanın təsirində qalır və Fransa faşist hökuməti yalnız ölkənin cənubuna nəzarət edirdi. Sonra bununla da deməli Almaniya Fransanı məğlub eləmiş olur. Sonra gəlir Şimali Afrika və Balkanlardakı hərbi əməliyyatlar. Deməli 1940-cı ilin iyununda İtaliya, Britaniya, Fransaya qarşı müharibə başlayır avqust ayında və Şimali Afrikada aşağıdakı ərazilər işğal edilir. Kenyanın bir hissəsi, Sudan mühüm məntəqələri, Britaniyanın Somali, sonra Misir və sair kimi bir çox ərazilər işğal edilir. 1940-cı ilin payızında isə İngiliz qoşunları İtaliya ordusunu məğlub edərək Misirdə azad edirlər. 1940-1941-ci illərdə isə qış hərbi kampaniyasında Şimali Afrikada baş verən döyüşlər nəticəsində İtaliya ordusu məğlub edilir və 1940-cı
ildə isə Hitlerin yardımı ilə İtaliyanı Yunanıstan işğal etmək istəyi uğursuz olur və 1940-cı ildə isə Hitler İtaliyaya kömək etmək üçün Liviyaya qoşun göndərir. 1941-ci ilin yazında isə Almaniya Yugoslaviyanı və Yunanistanı işğal edir. Sonra azad dünyanın son qalasının müdafiə olunması başlayır. 1940-cı ilin yazında Almaniya qoşunları Norveçdən İspaniyaya qədər Avropa ərazisini işğal edir və dünyanın son Böyük Britaniyanın müstəmləkələrdən və ABŞ-dan gələn yardımlardan asılı olduğu üçün Hitler onu 1-ci Dünya müharibəsində olduğu kimi sualtı gəmilərin hücumları ilə məğlub etmək istəyir. Lakin uğursuz olur bu cəhdi. Bəli. Böyük Britaniyanın işğalı. Bəli, sonra nə qaldı? Sonra Anti-Hitler koalisiyasının yaradılması olur. Məsələn, 1941-ci ilin avqustunda Atlantik okeanda döyüş gəmisində İngiltərənin baş naziri Churchill ABŞ prezidenti ilə birlikdə Atlantik xartiyasını imzalayırlar. Burada Atlantik xartiyasının məqsədi faşist blokadasının qarşı müharibənin məqsədləri, sonra gələcəkdə sülh prinsiplərini müəyyən etməkdir. Sonra 1941-ci il sentyabrın 24-də SSR Çexoslovakiya və Polşa mühacir hökumətlərini tanıyaraq Atlantika xartiyasına qoşulur. 1943-cü ilin yanvarın 26-sında isə yanvarın 1-də 26 dövlət Atlantika xartiyasına qoşularaq Birləşmiş Millətlərin bəyannaməsini imzalayaraq faşist blokadasına qarşı əməkdaşlıq edəcəklərini bildirirlər. Bu qədər, yəni. Bir də Yaponiya müharibəsi var idi. Pearl Harbor'da. 1941-ci ildə dekabrın 7-sində ABŞ Sakit Okean donanmasının hava adalarına Pearl Harbor'da hərbi bazasına zərbə endirir.